Mədə yanması, göynəməsi, joqa, yəni onun yaranma səbəbi nədir? Onun yaranma səbəbi, misal sən müxtəlif qidalar yeyəndə pomidor ola bilər, orada acı ola bilər, ədviyyatlı ola bilər. Yeyəndə qida borusundan bir yanma hiss eləyirsən. Burada məsələlər biraz dərindir, çünki o mədədə qastrit, yazva, 12 barmağın xorası və s. kimi problemlər də ola bilir və bunu yaradan bir bakteriya var. O bakteriya müxtəlif yollarla düşür mədəyə, adı Helicobacter pyloridir. Əslində, mədə divarı özünü 14 gündən bir yeniləyir. O Helicobacter pylori orada yaralar yaradıbdı ya, artıq yeniləməyə imkan vermir. Yəni az yenilənir və o yaraları böyüdür. Çünki o da onu yeyə böyüdür. Və sonra artıq mədə xərçəngi və s. Yəni Helicobacter pylorini sürətli şəkildə aradan qaldırmadığınız təqdirdə buna səhlənkar yanaşsaz, irəliləyən dövrlərdə mədə xərçəngi riskimiz var, bağırsaq xərçəngi, mədə xərçəngi riskimiz var. Yəni yazva, qastrit, xoralar və yaralar kimi probleminiz varsa, mütləq şəkildə buna diqqət göstərin və gedin üstünə. Çünki sən nə yesən, mədəm yanır, qaytarma yaranır və s. bu demirsən, ged onun üstünə. Videonu bəyən, fikirlərimi yaz və səninlə eyni zülmü çəkən adamlara videonu göndər. Çünki bu problemin 15 manat xərci var. 15 manat, 6 manat maksimum, bəlkə də 14 manat. Helicobacter pylorini aradan qaldıran vasitənin adı Helistopdur və bu bütün apteklərdə rahat əldə edə bilərsiniz. Helistopu gündə 2 dəfə, səhər və axşam yeməkdən yarım saat əvvəl 2 tabletka iç. Bir maksimum 2 ay ərzində və problem onunla bitir. Mədən yaralar bağlanır, sağalır, ondan sonra rahat, xoşbəxt həyatına davam edə bilərsən. Və növbəti videolarda görüşənə qədər özünüzə çox yaxşı baxın. Sağ olun, hələlik.